Herkese salam. Bugün bir başka sevinçliyim. Çünkü tanış olun. Lale Hanım neslimizin növbəti istedadlı nümayəndəsi. Kendisi ressam oluyor. Ve bugün onun ilk filminin təqdimat gecəsinə gedirik. Ama daha büyük bir film olacak bu yaxınlarda. Storyboard işlemiştir orada. Bəli, ressam olarak çok istedadlı da özümküdür demirəm. Neslimizin güzel nümayəndələri incə sənətə gözəl töhfələr verməkdə davam edir. Ay rejissorlar, ay prodüserlər, bakın bu Lale'dir. O benim xalam qızıdır. Bilirdim ki bir gün bunu fəxrlə deyəcəm. Həqiqətən Lale fəxr olması uşaqdır. Bildim. Benim balamdır. Getdik filmə.